بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین والصلاة والسلام على سيدنا وسيد المرسلين أبي القاسم محمد وعلى آله الطاهرين سيما بقية الله في الأراضين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. Ötən məclislərimizdə ərz oldu ki, Allah peyğəmbərləri göndərib, onlar insanları təmizləsinlər, pak eləsinlər, təzkiyə eləsinlər. Lakin təzkiyə eləyən və olan insanların yolunun ağzında və qarşısında müəyyən manelər var ki, vacibdir ki, insan o maneləri aradan qaldırsın. Əgər o manelər aradan götürülməsə, insan öz məqsədinə çata bilməyəcək. O manelərdən neçəsin oxumuşuq. Biri də budur ki, insan haram alverlərdən və haram alverlərin vasitəsilə ələ gələn puldan istifadə etməyə, özünə, qarnına, boğazına, ağzına icazə verməyə ki, haram alverlərin mənfəətin mədəsinə aparmaya, qoymasın ki, onlar insanın mədəsinə daxil olalar. Və dedim, lazımdır bilək ki, haram alverlər hansı alverlərdilər? Və bu barədə də müəyyən alverlərdən ad gətirdim. Onların biri mındar mal və insani sərxoş, məst və piyan eləyən mayələrin alveri. İkincisi, qumar alətlərinin alqısı, satqısı və o yoldan ələ gələn pullar. Bir də buyurur, o alverdir ki, insan o pullarla alver eləyə ki, o pullar indi istifadə olmur, batil olan pullardır.
Əgər bir insan batil olan pulu öz alverində düz pulun yerinə xərcləsə, şübhəsiz ki, o alver haram alver olar və onun gəliri də haram alverdir. Məsəl üçün, qədim dinarla alver edirdilər. Yəni, gedirdi bazardan bir xalça alırdı, soruşurdu bu neçəyə, deyirdi 100 dinar. O da 100 dinar verirdi. İndi dinar meydandan çıxarılıb. Bir adam gələ pullarının arasında dinar verə birinə, ya dirhem verə birinə, ya batil olunmuş, tarixi keçmiş, manatdan, rubludan, dollardan, tüməndən, riyaldan əgər istəyə pulların arasında verə, şübhəsiz ki, bu alver də haram alverdir və bu alverdən ələ gələn mal haramdır. Buyurur, biri də odur ki, insan öz halal evin, öz halal yerin, torpağın, tükanın, mağazenin verir, haram işlər üçün icarə verir. Özü haram alver eləmir. Öz mülkü də ki var, bu da haram deyil. Amma birinə icarəyə verir ki, verir mülkün, deyir, mən səndən bu evin barəsində, ya bu tükanın barəsində, ya bu torpağın barəsində səndən ayda 500 dollar pul alacağım. Və bilir ki, o adam ki, gəlib icarəyə yer götürür, torpaq götürür, ev götürür, o evdə, o torpaqda haram işlərə məşğul olacaq. Əgər belənci hal olsa, buyurur onda, bu adamın da öz mülkün icarəyə verməyi haram olar. Əgər bir halal adam icarəyə götürsə, çox yaxşıdır, artıq mülkün var, ver icarəyə. Amma əgər bilirsən ki, o icarəyə götürən adam haram alver eləyəcək, buyurur onda sənin də icarəyə verməyin və o barədən aldığın pullar sən üçün haram hesablanır. Bir də buyurur, o adamlar ki, kitab alver eləyir, kitab alır, kitab satır. Amma bir kitablar alır, satır ki, o kitabları oxuyanlar düzgün yoldan çıxırlar və azırlar və həqiqətdən uzaqlaşırlar. Buyurur, elənçi bir kitablarında almağı, satmağı hamısı haramdır və o yollardan da əgər bir adam pul qazanır, o qazandığı pul da haramdır. Bunların barəsində genişlə danışmaq olar. Amma indi lazım olmayan məsələlərdir bunlar. Yaxud çox aydın bir məsələlərdir, ona görə də mən bu barələrdə çox geniş danışmaq istəmirəm. Neçə dənə oldu? İkisini oxumuşduq, 3 dənə də oxuduq, oldu 5, indi 6-cısı, hə? Ya 7? Buyurur, biri də budur. Biri də budur ki, 6. İnsan qəsbi yolunan, qəsb olunmuş milkidən, paltardan, puldan, yerdən, torpaqdan hər nə əldə edir, onların hamısı haramdır. Qəsbi nədir? Qəsbi məncə bilməyən yoxdur. Hamı bilir qəsbi. Adında bilməsə, hamı bilir ki, qəsbin mənasını bir adam bilsə, bilir ki, o haram şeydir. Heç qulağına dəyməsə də.
Qəsbi odur ki, insan o birisi insanın, malın, torpağın, paltarın, mülkün, bağın, kəndin heç fərqi yoxdur. Gedə, zülm yolu ilə ala, əldə edə və onun əlindən çıxarda. Bunun adına qəsb deyərlər. İndi bir adam qəsb sözünü eşitməyib. Amma ağlı ilə bilir ki, zülm yolu ilə birinin mülkün alasan, evin alasan, dükkanın alasan, maşının alasan, əlindən gətirəsən, özün istifadə eləyəsən, bu haramdır. Buyurur, bunun adına qəsbi deyərlər və qəsb olunmuş mülkün üstündə yaxud qəsb olunmuş malı əldə edirsən, buyurur, bu mal haram maldır. Həzrət buyurur, İslam Peyğəmbəri, buyurur, la yəhillu li imri'in muslimin ən yəxuzə malə əxihi bi qeyri haqqi. Buyurur ki, əgər bir müsəlmanın istəyir malın alsın əlindən, onun icazəsi olmadan, rizayəti olmadan, buyurur, bu la yəhillu, halal deyir, haramdır. Və zalikə lima harraməllahu əzzə və cəl maləl muslimi ələl muslim. Buna görədir ki, Allah haram eləyib bir müsəlman, o birisi müsəlmanın malın onun rizayəti, icazəsi olmadan əldə edə və özü istifadə eləyə. Buyurur, Allah haram eləyib bunu. Çün bir müminin, müsəlmanın həm malı möhtərəmdir, həm qani və canı möhtərəmdir, həm də abrısı möhtərəmdir. Möhtərəmin mənası burada budur ki, yəni nə onun malına təcavüz eləmək olmaz, nə onun canına təcavüz eləmək olmaz, nə də onun abrısına təcavüz eləmək olmaz. Əgər bir müsəlman, əgər möhtərəmdir, fiqdə möhtərəmin mənası budur. Ola bilsin biz danışıqlarımızda möhtərəmi, yəni ki, hörmətli adam, yəni ki, samballı adam, yəni alicənab adam, belə mənaya istifadə edirik. Amma şəriət baxımında möhtərəmin mənası budur ki, əgər bir nəfər insanın müsəlmandır və bu insanın İslamda haqqı var və fasıq insandır bu insan, İslam dairəsindən kənara çıxmayan bir insandır, bu insan möhtərəmdir və insan ki möhtərəm oldu, onun malı da möhtərəmdir, canı da möhtərəmdir, abrısı da möhtərəmdir. Bunların özünün müəyyən fiqdə mübahisəsi var. Mən o fənni mübahisəyə də girmirəm, bizə də lazımdır. Amma qısaca belədir ki, bir müsəlmanın malın onun icazəsi olmadan heç kim eləyə bilməz, gedə özü üçün götürə və istifadə eləyə. Abrısı da elədi, Peyğəmbər baxdı Kəbəyə, buyurdu ki, bu Kəbənin hörməti çoxdur, lakin möminin hörməti Kəbədən çoxdur. Necə Kəbəyə hörmətsizlik olmaz, bir möminə də hörmətsizlik olmaz. Sən bir möminin sirrin bilirsən, onu aça bilməzsən, danışa bilməzsən hər yerdə. Möminin abrını aparasan, onu eləyə bilməzsən. Bu icazəni sənə verməyiblər. Odur ki, buyurur, bax, amma mömin olan. Möminin də mənası var da, onu bilirsiniz. Buyurur, buna görədir. Həm abrısı, həm canı və burada bizim bəhsimiz söhbət mal söhbətidir. Buyurur, möminin malında heç kim gedib təcavüz yolu ilə onu əldə edə bilməz
və əldə edəndən sonra ondan istifadə edə bilməz. Həzrət buyurur, mən iqtətəə mal mu'minin qəsbən bi qeyri haqqin. Əgər indi bir adam getdi bir müsəlmanın, bir müminin malın haram yolundan əldə etdi, onun əlindən çıxartdı, maşını ya mülki, torpağı gətirdi, yazdırdı öz adına. 5 nəfər də gördü, hərəsinə də 5-10 manat verdi, düzəltdi məhkəmədə, keçdi öz adına. Amma özü də bilir ki, bu bunun dəy onunkudur. Məhkəmə də bilir, o da bilir. Amma zahiri surətdə düzəltdi. Buyurur, ləm yəzəlillahu mu'rizən ənhu. Allah bu adamdan e'raz eləyir. E'raz nədir? E'raz yəni üz dolandırır. Yəni ki, rəhmət üzün, rəhmət baxışın ondan kəsir. Mərhəmətin, bərəkətin, rəhmətin, nəzərin ondan kəsir. Maqitən li ə'malih. Və bu adamın əməllərindən də azığı gəlir. Əlləti ya'məluha minəl birri vəl xeyr. Pis əməlindən yox, yaxşı əməlindən azığı gəlir. Bir adam ki, gedir bir müminin malını qəsb eləyir, gəlir Məkkəyə gedir, buyurur Allah bunun Məkkəsindən də azığı gedir. Gəlir Məhərrəmdə ehsan verir İmam Hüseyin əleyhissalama, buyurur o ehsanından da azığı gedir. Aparır 5 dənə fağıra kömək eləyir. Allahın o işindən də onun azığı gedir. Deyirsən, məni itaat elə. Sənə nə var o acdır? Onun Allahı var, özü bilər ona nə verər, verməz. Sən halaldan pul qazan, halaldan əgər apardın bir köpük, bir manat, bir dollar köməklədin, onun qiyməti var. O dəyərli bir ehsandır. Amma haramdan sən aparırsan, ehsan eləyirsən, yəni nə? Mənası nədir? Sən istəyirsən, savab qazanasan. Bizdə qədim məsəldir, hamam suyu ilə dost tutmaq. Bilirsiniz də hamam suyu ilə dost tutmağı. Qədim mod idi axı, gedərdilər, hər kəsi hamamda tanısaydı, aparardı bir vedri onun başına su tökərdi. Yəni mən səni tanıyıram, o otasının malı deyil ki, hamamçının suudur da o. Hamamçının suyu ilə özünə dost qazanır, kiminsə başına su tökür ki, yəni mən sənə hörmət eləyirəm. Odur ki, buyurur, bax, Allah bu adamın əməllərindən də, Məkkəsindən də, Kərbəlasından da, Məşədindən də, ziyarətindən də, ehsanından da maqitən li ə'malı azığı gəlir. Nə vaxta qədər, haçana qədər buyurur, hətta yətubə ta inki tövbə eləyənə qədər. Elə ki, tövbə elədi, yenə də gəldi öz qaydasına. Həccə getsə, yaxşı qəbuldur. İmam Hüseyin ağanın əzasında aparsa 5 manat kömək eləsə, buyurur, onda o qəbuldur. Onu yazarlar İmam Hüseyin ağanın dəftərinə. Həzrət baxanda dəftərinə görər, bax, bunun da adı o dəftərdə səbt olub. Qiyamətin gündə adlar oxunanda bunun da adını çağırarlar. Sən 5 manat vermişdin orada. Və yəruddəl maləlləzi əxəzəhu ilə sahibə. Buyurur, bunun tövbəsi da naməhrəmə baxmağın tövbəsi kimindir? Bir cavan oğlandır, küçədə gedir. Gələn naməhrəmə baxır, yola saldı onu. Ondan o birisinə baxır, onu da yola saldı. Ondan o birisinə baxır. 1 il məşğul oldu belə işinə. 2 il məşğul oldu, 3 il, 5 il. Da yavaş-yavaş başında, saqqalında bir dənə, 2 dənə ağ tük gördü ondan. Biraz ibrət götürdü, biraz moizə eşitdi, özü də evləndi, özü də başı qarışdı, yaşayışla, çətinliklərlə bildi ki, səhv eləyib. Qədir gecəsi gəldi, üzün qoydu torpağa,
yaxud cümə axşamı, yaxud cümə günü, ya hansı dəqiqədə istədi? Üzün qoydu torpağa, dedi, ilahi, büyünəcəm bilmirdim. Mən böyük səhvi deymişəm. Qutardı, dayı dost olduq, barışdıq. Qutardı, onunla da qutardı. Hansı dəqiqə başa düşdü ki, bu günah eləyir, o dəqiqə, o saatda əgər bu günahı tövbə eləsə, onunla da qutardı. Da indi neynəsin? Üstad neynəyəcək? Da büyündən belə baxmasın. İndən sonra baxmasın. Eləməsin bu işləri, bu haramları. Amma əgər birinin malın yeyib, amma əgər qonşunun töyğün gətirib məsələn, əgər məsələn qonşu bağdan bir dənə qoyun gətirib, kəsib də yeyib də, indi neynəsin? İstir tövbə eləyə. Buyurur, bunun tövbəsi odur ki, üzün qoya torpağa deyə, ilahi məni bağışla. Yoxsa mən bağışladım. Qonşunun qoyunun yeyibsən axı. Mən bağışladım. Və o nə olsun? Buyurur, onda gərək aparasan, onun qapısını dövəsən, deyəsən, mən sənin qoyunun itmişdi ya, axtarırdın. Məndən də soruşdun, dedim, mən belə bir şey görməmişəm. Onda elə mən onu həyatda kabab elirdim. O kabab ki, iyi gəlirdi, o elə sənin öz qoyunun kababı idi. İndi neynirsən məni? O da day neynəyəcək? Axırı budur ki, bir qoyun verəcəksən. Birinə dedilər ki, sən ki bu qoyunu oğurladın, yedin, qiyamətin günündə eşitmişəm, mollalar deyir ki, qoyun özü gəlib şəhadət verəcək. Şahid olacaq ki, bax, bu məni oğurladı. Dedi, gəlib elə şahid keçəndə tutaram, verirəm özünə də. Buyurur, əgər biri-birinin haram malın yediyi, haram malın tövbəsi odur ki, apar onu qaytara verə özünə. Uşaqlıqda, böyüklükdə, nadanlıqda, cahillikdə, əgər birinin malın yeyibsən, torpağın qəsb eləyibsən, mülkün qəsb eləyibsən, buyurur, onun tövbəsi odur ki, Allaha tövbə eləyəndən sonra aparasan, onu verəsən özünə. Ya da deyəsən, bax qardaş, mən sənin o vaxt bir qoyunu aldım, kəsdim, yedim. İndi də o qoyunu da mən yemişəm. İstəyirsən sənə qoyun gətirim. İstəyirsən mən onun pulun verim. İstəyirsən elə belə hörmətə halal elə. O öz işidir onun. O eləyə bilər deyə ki, sən ki belə gözəl oğlan olubsan, halal haram bilənsən, elə mən də onu sənə bağışladım. Eləyə bilər belə deyə. Eləyə bilər deyə, yox, mən elə 3 gün iş yata bilmədim gecə. Heç olmasa qoyunumu gətir. Bir qoyun al, gətir ver mənə. O onun öz haqqıdır. O onun işidir. Necə istəsə o cür eləyə bilər. Əgər bəli, əgər yiyəsin tapa bilmirsən, sən bir qoyun küçədən tutubsan, aparıbsan, yiyibsən, amma bilmirsən kiminkidir, üstündən də bir müddət keçib, qonşulardan da soruşmaqdan da keçib, soruşubsan da bilməyibsən, buyurur, onda sən eləyə bilərsən, o qoyunun pulun, indiki pulun, indiki mümkündür, o vaxt 100 manatıdır, indi olub 500 manat, indiki pulun sən onun yiyəsinin adından ehsan eləyəsən, özbaşıva da eləyə bilərsən, müştehidündən də soruşub, ya müştehidüyə də verə bilərsən. Özbaşıva da eləyə bilərsən bunu, ki sən rəddiməzləmə deyərlər adına, sən onu verərsən gedər. Buyurur ki, bax, beləncidir bununki. Hədislərdə var, risalələrdə də bunu yazıblar. Bu Tavzihül Məsail risalələr ki var, müştehidlərin risalələri. Orada qəsbin əhkamın yazanda, bu hədisi müştehidlər yazıblar. Həzrət buyurur Peyğəmbər, mən qəsəbə şibrən minəl ərzı. Əgər bir adam bir qarınc birinin, bax bir çox yox, bir qarınc birinin torpağın, mülkün əgər qəsb eləsə, təvvəqəhullah min səb'i əradin yevməl qiyamə. Hədis belədir, buyurur ki, bax o yerin 7-ci mərtəbəsindən
o yeri onun boynundan asacaqlar qiyamətin günündə. Yəni nə? Bilmirəm yəni. Yəni ilişəcək o torpağa. Necə piləqurdi ilişər? Piləqurdi bilirsiniz ki? Piləqurdi. Toxuyar, 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 toxuyar. Axırda o qədər toxuyar, toxuyar, da özü də qalar onun içində boğular, çıxa bilməz. Gedin baxın. Özü də axırda qalar onun içərisində boğular, çıxa bilməz, qalar ölər orada. Buyurur insan ki, dünyaya tərəf getdi, haramdan aldı, qazandı, yedi, baxmadı hissada, axırda o haramın içində boğular o. Qiyamətin günündə o haramların içində bunu boğarlar. O haramlarla indi bir yerdə gətirərlər, eyni yeri boğazından asacaqlar, neyniyəcəklər, o hələ çıxmayıb ki. İnşallah bir neçə ildən sonra heylənti şeylər çıxacaq, necə kompüter çıxandan sonra çox şey aydın oldu. Qabaq deydim ki, Quran deyib, bütün əməllərin hamısını lentə yığırlar. Deyir ki, necə lentə yığmaq olar bunu? Belə şey olar. Çəkirlər, nə ilə çəkirlər? Bir iş gördü, qutardı. 100 il bundan qabaq kimə desəydin bunu, nədir inanırdı? İndi da o aydın şeydir. Onu bilirlər ki, bax, hər bir adamın 50 il bundan qabaq yox, 100 il bundan qabaq yox, 500 il bundan qabaq əgər bir adamı lentə yığıblar televizyona, əli vır, düymənin üstünə, hamısını gətirsin, sənə göstərsin. Qabaq deyəndə ki, Allah sənə baxır, mələkələr baxır, peyğəmbər baxır, onda deyir, nəyə baxır, necə baxır? Amma indi görürsən ki, oturub, dəstgahı da qoşub, filan küçüyə, evində oturub küçüyə baxır. Özdə hansı küçüyə? Hardadır? İndi bütün ölkələrdə, bəlkə burada da var, mən görməmişəm. Yəqin ki, onlar buradadır da, indi hər yerdə var. Küçələri polis elənçi baxır. Polis düşər küçələrdən, bunların hamısı rahatçılıq olub. İndi oturub öz otağında, hər polisin qabağına bir kompüter qoyublar, o bir küçüyə nəzarət eləyir, o bir küçüyə nəzarət eləyir, o bir küçüyə nəzarət eləyir, 5 küçüyə biri nəzarət eləyir. O birisi polislər də küçədə gəzir. Bu baxan görürsən, o polisin əl telefonuna zəng eləyir, olan özlərinin də bir xüsusi telefonları var, bunlardan deyil. Zəng eləyir ona, deyir ki, arxaya bax, 50 qədəm get, 2 nəfər orada savaşır, gör nə deyirlər bir-biri ilə. Polis görür ki, polisin özünə də baxırlar. Bax, belənçi nəzarət, qabaq bunları deyəndə cəmaat bilmirdi. Bax, bunlar da indi bəlkə bir 50 ildən sonra, bəlkə 10 ildən sonra, bəlkə 5 ildən sonra bu da bizim üçün aydın olacaq. Buyurur, qəsbi mal belənçidir, o malın içində insan boğulur. Həzrəti Əli əleyhissalamın bir yaxşı ibarəti var, onunla da sözü yavaş-yavaş qutarım. Buyurur, vəllah, Nəhcül Bəlağədədir. 215-ci xutbədədir. Buyurur, vəllah, ləən əbitə ələ həsəkis sə'dani musəhhəda. And olsun Allaha, əgər mən sə'dan tikanlarının üstündə məni yatırdalar, ya mən yatam, sə'dan o biz tikanlardır ki, o vaxt o cür quruluqlarda, çöllüklərdə var idi o tikanlar, indi də bəlkə də var elə. Buyurur, and olsun Allaha, əgər elənçi dəmir kimin tikanlar diyorlar, indi də elə. Buyurur, bax, elənçi tikanların üstündə məni yatırdalar, ya mən yatam, o ucərrəfil əğlali musaffəda, ya inki məni zəncirə bağlayalar, sürüyələr, çəkələr məni, əhəbbu iləyyə min ən əlqəllahə və rəsuləhu yevməl qiyamə zalimən li bə'zil ibad. Bundan yaxşıdır ki, qiyamətin günündə məni zalimlərin içərisində gətirələr. Məni zalimlərin cərgəsində gətirələr. Qasibən li şeyin minəl xutam. Buyurur, məni gətirələr o adamların içində ki, onlar dünyada qasib idilər, qəsb eləyən adamlar idilər. Bunun onun malını qəsb eləyirdilər. Ondan Həzrət buyurur, və keyfə əzlimu əhədən li nəfsin.
Necə olar ki, mən nəfsimə görə bu işi görəm, özümə görə bu işi görəm. Halbuki yusri'u ila el-bila qufuluha. Halbuki insan gedə-gedə çürüyür, insan köynəlir, köynəlməyə doğru gedir. Necə ola bilər? Bir bədən ki, 5 ildən, 10 ildən, 15 ildən sonra köynələcək, axırda çürüyəcək və yətulu fis-sərahululuha və uzun müddətlər torpağın altında qalacaq, çürüyəcək. Bu bədənə görə, bu insana görə insan heç yarıyar ki, gedə zülm eləyə. Qiyamətin günündə zalimlərin cərgəsində gətirələr bunu. Həzrət buyurur, necə olar bilən şey? Qəsb nədir? Qəsb bax bulardır. Mən birin, ikisini baxdıyım, baxın. O adam ki, beytülmalda özü dəxalət eləyir, qarışır, icazəsi olmadan, ixtiyarı olmadan, buyurur, o qasibdir, qəsb eləyən adam. Qasib, qəsb eləyən adama deyərlər. Bir adamın xumsu var boynunda, onu vermir, o qasibdir. Ya xums düşür onun boynuna, özü öz başına kimə istəyir verir. Heç bir müştehidin tanımadan, müştehiddən icazə almadan, öz başına əgər aparır, buyurur, bunları verir, buyurur, hətta o da qəsb eləyən adamdır. Biri budur. Buyurur, o adamdır ki, sən məsəl üçün birindən borc alıbsan. Deyirsən, filan kəs, mənə $1000 mənə borc ver. $2000 borc ver. O da deyir, yaxşı, mən sənə borc verirəm, amma maşının sənədin gətir qoy mənim yanımda. Ciro deyərlər də ona. Maşının sənədin gətir qoy mənim yanımda qalsın. Maşını da sal, orada garajda qalsın. Sən də deyirsən, eybi yoxdur. 15 gündən sonra gətirərəm, pulu verərəm, maşını alaram. İndi birdən əgər sən onun pulunu verməmişdən qabaq, getdin öz maşını götürdün, sən qəsb eləyibsən. Öz maşınındır, amma giro qoymuşdun orada. Onu götürə bilməzsən. Buyurur, qəsb vaxt bulardır. Əgər indi bir şey qəsb eləyibsən, neynəməlisən? Buyurur, apar ver özünə. Ya qəsb elədiyin şeyin özün ver, ya da onun bərabərində nə istəsə ver. Tərəfin nə istəsə ver. Əgər bir malı qəsb elədin, bir torpaqdır qəsb eləyibsən, o torpaqdan nə qədər pul qazanıbsan, səninkidir. O da onunkidir. Maşını qəsb elədin, yolda gətirəndə də bir nəfər müsafir düşdü, mindirdin, 10 şirvan da ondan aldın. İndi ki maşını verirsən, 10 şirvan da onunkidir. Onu da qaytarıb ona verməlisən. Çünki o maşının mənfəəti də onundur. Mülkü qəsb eləyibsən, həm mülkü qaytarməlisən, həm də mülkün nə qədər gəliri var, onu da qaytarməlisən. Ya da nə istəsə onu verəsən. Buyurur, indi əgər bir adam namaz qılan adamdır, namaz qılan adam bilsin ki, qəsb olunmuş torpağın üstündə, ya qəsb olunmuş paltarla əgər istəsə namaz qıla, bu adamın namazı batildir. Bu olmaz. Buyurur ki, necə məkan, elə libasda o cürdür. Heç fərqi yoxdur. Bunlar hamısı qəsbidir. Və qiyamətin günündə haqqın nas çox ağır hesabların içində hesablanacaq. Bir var Allaha günah eləyirsən, bir yol Allaha tövbə eləyərsən, o da səni bağışlayar. Amma o ki, haqqın nasdır, birinin malını əldə edibsən, qəsb eləyibsən, buyurur, bu ağır məsələdir. Yaxşı olar ki, möminlər, müsəlmanlar özləri fikirləşələr, gecə yatanda, uşaqlıqda ola bilsin bilməyib, cavanlıqda ola bilsin bilməyib, birinin malın, birinin bir şeyi qalıb bunda, pulu bunda qalıb, yadından çıxıb, onların hamısın, əgər sən istəsən, Allah da kömək eləyər. Sən iradə elə ki,
öz boynu təmizləyəsən, zimmə təmizləyəsən, məşğul zimmə qalmayasan, şuğul zümbə qalmayasan, buyurur, əgər sən iradə eləsən, Allah sənə kömək eləyər. Mən yadıma düşdü bir zaman Urumiyyədə mən getmişdim, oruçluq idi, orada mənbərim var idi, çox illər bundan qabaq, bəlkə demək olar bir 18 il bundan qabaq. Mən gecə, gündəki kimin, hər gecə kimin çıxdım, söhbət elədim, mənbərimi qutardım, düşdüm. Sabahları gəldim, orada ağaların birinin evinə, oranın imam cüməsinin evinə. Gəldim, bir nəfər var idi, Hacı Abbas deyirdilər onun adına. Mən də tanıyırdım onu. Hacı Abbas məni görcən, dedi ki, filan kəs, çox minnətdaram səndən, öz təşəkkürümü bildirirəm. Məni böyük bir xətadan, bəladan, bir oğurluq maldan sən qutardın. Mən dedim, heç mən yadıma gəlmir, neynədim, nə oldu, harada, filan. Dedi, gecə mən oturmuşdum. Neçə gecə ondan qabaqdır. Mən ondan neçə gün sonra gördüm onu. Deyir, 3-4 gecə bundan qabaq ki, sən söhbət eləyirdin, mən də məsciddəydim, qulaq asırdım sənə, eşidirdim. Deyir, sənin sözlərin məndə təsir qoydu. Gəldim, gecə yatanda fikirləşdim ki, ilahi görəsən, mən cavanlıqda, uşaqlıqda birinin kimin malın yemişəm, verməmişəm, yadımdan çıxıb qalıb, deyir, bir şey yadıma düşmədi. Yatdım, yuxuda bir Hacı Məhəmməd var idi, deyir, o Hacı Məhəmmədi gördüm. Biz onunla, deyir, alver eləyərdik. Biz deyir, o rəhmətə gedib. Amma bir 10-15 il bundan qabaq bizim ondan çox böyük, deyir, ticarətlərimiz olardı. Bakka alver eləyərdik. Bakka, o kartufun şirəsini çəkərdilər, hələblərə doldurardılar, ona bakka deyərdilər. Deyir, biz böyük belə aftaboy alverlər eləyərdik ondan. Günləri, deyib, gecə gördüm, Hacı Məhəmməd gəldi mənim yanıma. Dedi, Hacı Abbas, yadındadır mən bir gün gəldim səndən, girdim ambaruğa baxdım, səndə 100 hələbi ilə 150 hələbi bakka var idi, mən onların hamısını aldım səndən. Deyir, hə, yadımdadır. Bu Hacı Məhəmməd də deyib, 5-10 ildə ölüb. Deyir, yadındadır ki, dedim, maşın göndərərəm. Pulu biyazım verdim, getdim, dedim, Hacı, mən maşın göndərərəm, gələr bunları vurarsız gətirər. Deyir, hə, yadımdadır. Deyir, maşın gəldi 150 hələbidən 140 hələbiyə yer oldu, 10 dənəsi qaldı, sən dedin, onu sonra göndərərəm, gələr. O da yadımdadır. Deyir, dedim, Hacı, o da yadımdadır. Deyir, onu bə nə vaxt göndərdin sən? Onu göndərmədin. 10 dənə hələbi bakka, mən səndən tələbim var, istəyirəm. Sənin boynunda o qalır. Deyib, bu sözü dedi, yuxudan ayıldım. Yuxudan ayıldım, fikirləşdim, gördüm elə, necə yuxu görmüşəm o cürdür. Doğru deyil, mən o vaxt o aldı, məndə maşın göndərdi. Çünki hələbi bir şey deyir, axı üstünə atasan, o gərək düz yerində olan. Deyir, 140 dənə qoyduq maşını, apardı, 10 dənə qaldı. Dedim, sonra göndərərəm, sabah göndərərəm, bir gün göndərərəm, yaddan çıxdı, qaldı. Deyir, sübh durdum, getdim Hacı Məhəmmədin dükanına, deyir, oğlu dükanı işlədir indi. Getdim, oğlu ilə salam, kəlam, oturduq, danışdıq, o məni tanıyır, mən onu tanıyıram, atası ilə neçə il alver eləmişik, özləri ilə tanıyıram. Onun, deyir, oruçluq günü idi, oturduq, salam, kəlam elədim, deyir, ona dedim ki, belə atı o gecə yuxuda gördüm, mənə bir söz dedi və düz də deyir. Sonra aylandan sonra fikirləşdim, gördüm, düz deyir. 10 dənə hələbi bakka, sizin tələbiz var məndən. Deyir, dedi ki, Hacı əmi ayıbdır, 10 dənə hələbi nədir ki, filan. Deyir, dedim, yox, sənin aton bunu məndən istəyir, mən də bunu verməliyəm. Siz də onun vərəsəsi. Deyir, dedim, mən bağışlayıram. Dedim, yox, sən deyirsən axı. Onun səndən sonra da 2 oğlu var. 2 dənə də qızı var. 5 nəfərsizsiniz. Ya o bakkələrin pulun nə qədər deysən, qardaş, mən 2 qat pulun vereyim. Atoğa dənən daha gecə gəlməsin. Ya da ki, o birisi bacılarıyla, qardaşlarıyla danışın, siz onu halal edin. Dedi, yox, mən bunları sənə həll eləyərəm. Dedim, yox, mən narahatam.
Allah rəhmət eləsin, o gəlib məni yadıma salıb, sonra deyir, o danışdı, həll elədik, onlarla biz halallaşdıq, məni görmüşdü, mənə də təşəkkür eləyirdi. Deyirdi, sən dedin, mən də getdim, fikirləşdim, istədim, Allah da kömək elədi. Hacı Məhəmməd kimdir ki, birinin yuxusuna girər? Onu Allah istəyib. Allah niyə istəyib? Çünki bu istəyib. Bu istədi, iradə elədi ki, boynunda olanı götürə. Allah da dedi ki, yaxşı Hacı Məhəmməd, du indi getgir onun yuxusuna, yadına sal. Qoy qalmasın qiyamətə. Qalsa qiyamətdə istəyəcək. Qiyamətdə də ki, olmayacaq verən. Məcbur olacaqlar namazından götürüb verərlər, orucundan götürüb verərlər. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil ə'zəm əl-əəzzil əcəllil əkrəm və bil Hüseyni ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. İlahi əllərimizi naumid qaytarma. İlahi şər'i olan hacətlərimizi rəva elə. İlahi aqibətimizi xətmi bi xeyr elə. İlahi günahlarımıza qələmi əfv çək. İlahi ölənlərimizi qəriq rəhmət elə. İlahi bizi məhərrəm səfər ayının əzadarlarından qərar ver. İlahi dünyada Hüseynüvün ziyarətindən, ahirette şefaatinden bir feyz eleme. Allah bizi namaz kılmayanlardan eleme. Allah şeytan şerrinden, nefsi emmare şerrinden hamlarımızı mahfuz ele. Perverdigara bizi bağışlamamış qəbrevine aparma. Allah Kerbela'yı elememiş bizi öldürme. Allah hastalarımıza şefa inayet ele. Allah haceti olanların hacetini reva elə. Allah qəbrimizin əvvəl gecəsi nur-i vilayəti Ali ibn Əbi Talibdən ayrı salma. Xalis olan salamlarımızı İmam-ı zamanımıza çatdır gina. Mübarək olan qəlbin hamılarımızdan razı elə. Bi haqqi Muhammedin və alih وبحق سورة المباركة الفاتحة مع الصلوات. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والعاقبة للمتقين والصلاة والسلام على سيدنا وسيد المرسلين أبي القاسم محمد وعلى آله الطاهرين سيما بقية الله في الأراضين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين.
bugünkü məclisimizdə söhbətimdən əvvəl yeni il münasibətilə bütün bu məclisdə iştirak edən üzü nurlu, ağzı dualı, əli dəstəmazlı möminləri təbrik edirəm və Allahdan sizə və sizin simanızda bütün Azərbaycan xalqına və bütün dünya müsəlmanlarına rəhmət, izzət, saadət, xoşbaxtlıq, bərəkət arzu edirəm. Allah gələn günlərinizin hamısını mübarək eləsin və İmam Hüseyn əleyhissalatu vəssalamin bu səfər ayında İslam Peyğəmbərinin mərhəmətindən, şəfaətindən heç birimizi binəsib eləməsin. Ötən məclislərimizdə deyildi ki, Allah Peyğəmbərləri göndərib insanları təmizləsinlər, təzkiyə eləsinlər. Bu yolda dedim müəyyən manelər var. Hər bir insan ki istir belə bir meydanda qələbə çalsın, onda bu insana lazımdır ki o maneləri aradan qaldırsın. Onlardan dördüncüsü buydu ki, hər bir insan əgər istəyir pak olsun, təmiz olsun, Allahla əlaqə yaratsın, onda bu insan öz bədəninə, öz qarnına, boğazına gömrük təyin etməlidir. Gömrüksüz olmaz. Ona görə buyurur ki, əl-qəlbu hərəmullah. Əgər ürək Allahın hərəmidir, onda vəla tudxil hərəməllah qeyrəllah. Əgər sənin ürəyin Allahın hərəmidir, onda Allahın hərəminə hər bir insana icazə vermə, hər bir şeyə icazə vermə ki, Allahın hərəminə daxil olsun. Buyurur, əsas vacib işlərdən biri budur ki, insan boğazın qıfıllasın. Hər bir şey istəyir ki, yesin, ona baxsın, görsün ki, bu kimindir. Bəhlul girdi Harunun imarətinə. Dedilər, olmaz. Dedi, niyə olmaz? Dedi, gedin deyin, belə bir adam gəlir. Getdilər, dedilər, keçdi içəri. Keçdi içəri, Harun soruşdu ki, xeyr ola. Dedi, gəldim səndən bir sual soruşam. Dedi, nə soruşursan məndən? Dedi, soruşuram ki, yeməyin şərti nədir? Dedi, elə bu? Dedi, bu çox böyük sualdır. Sən elə bilirsən, balaca sualdır. Dedi, axı bu asandır, yeməyin şərti budur ki, Bismillah deyib yiyəsən. Dedi, gördün bilmirsən. Dedi, yeməyin şərti budur ki, əlləri yuvasan, ondan başlayasan. Dedi, o da deyir. Şərti budur ki, duzunla başlayasan. Dedi, o da deyir. Şərti budur ki, qutarandan sonra duzunla qutarasan. Dedi, o da deyir. Qutarandan sonra elhamdülillah deyəsən. Dedi, o da deyir. Çörək başında, sufra başında oturanda yaxşıdır ki, insan qonaqlarla otura. Sufrasında tək oturmaya. Dedi, onların heç birisidir. Yeməyin bir dənə şərti var. O da budur ki, xörəyi götürdün, ona bax. Gör bu kimindir yeyirsən. Əgər sənindir, ut geçsin, nuş olsun. Əgər sənindir, at yerə. Sən başqasının malın bismillah ilə yedin, nə olacaq?
başqasının malın duzundan başladın, nə olacaq? Ona deyərlər, qıfıllamaq. Yəni, bura icazə vermək ki, hər yerə getdin, hər yerdə hər nə gəldi, keçək içəri. Bu olmaz. Buyurur, o yerlərdən ki, ticarət haramdır və ötən həftələrdə onlardan bir ikisini saydıq, biri də budur ki, hər bir şeyin ki, hər bir alətin, əgər onun mənfəəti haramdır, onda onun yeməyi də haramdır. Nə kimi? Qumar kimi. Qumar müəyyən alətlərlə oynanır. Bəzi qumarda var ki, heç alət istəmir. Amma əgər o alətlərlə ki, qumar oynanır və onun mənfəəti haramdır, onda onun yeməyi də haramdır. Buyurur, onu da gərək yeməyəsən. Burada iki məsələ gəlir, çıxır ortalığa. Bir məsələ budur ki, qumarın özü haramdır şəriətdə. İkinci məsələ budur ki, qumar yolu ilə hər nə əldə edirsən, onların hamısı haramdır. Biri budur ki, qumarın özü haramdır, oynamağı. İkincisi də budur ki, bu yolla əlvə gələn mal, pul, hər nə gəlir, gəlirlər, onların hamısı haramdır. Əgər bu iki dənə məsələni istəyək, açıqlayaq, onda biz bilək ki, qumar nədir? Ondan sonra görək qumar yoluna gələnlər və o yoluna hasil olan ələ gəlib çatan pullar haramdır və yeməyi də haramdır. 4 cürə təsəvvür etmək olur oynamağı, 4 cürə. Bir cürəsi budur ki, müəyyən qumara aid olan və qumara məxsus olan alətlərlə oynaya, həm də şərt qoya, uduzma ola. Qumarın müəyyən alətləri var da, satırlar bazarda. Ki o alətdən başqa istifadə yoxdur. Məsələn, gedirsən, bıçaq alırsan. Böyük bıçaq alırsan bir dənə. Biri soruşur, bunu nə üçün alırsan? Deyirsən ki, aparıram, evdə kuknada bıçağımız yoxdur. Amma biri də sənə hücum eləsə, ondan vura bilərsən. Əgər onu soğan soymaq üçün alırsan, halaldır. Adam öldürmək üçün alırsan, haramdır. Çünki bıçağın iki cür istifadəsi var. Amma o alət ki, düzəldiblər qumara, onun ikinci istifadəsi yoxdur. Ancaq qumar üçün diyor. Buyurur, o alətlərlə həm də uduzma məqsədi ilə oynayasan, bu şübhəsiz qumardır və şübhəsiz haramdır. Bu bir. İkincisi budur ki, qumara məxsus aid olan alətlərlə oynayasan, amma uduzma olmuyor. Bunu da müştehidlərin hamısı buyururlar, bu da haramdır. Düzdür, udma yoxdur. Amma qumara məxsus olan alətlərdir bunlar. Onlarla da oynamaq haramdır. Bu iki. Üçüncüsü budur ki, qumara məxsus olan alət deyil. Lobyanı qoyubsan əlin ortasına, ya təsbehin bir dənəsini qoyubsan əlvə, ondan sonra deyirsən, hansındadır? O təsbehin dənəsi qumara aiddir o. O təsbih üçün düzəldiblər. Ya deyirsən ki, təhdiddir. Qumara məxsus olan alət deyil, amma uduzma var. Buyurur, şübhəsiz bu da haramdır. Bir nəfər deyirdi, dustaqxanalarda işləyənlər var da, onların da yaxşı təcrübələri var axı. İranda şəhərlərin birində o orada işləyirdi. Deyirdi, bir qəribə hadisə gördüm. Bir iki dənə qumarbaz şəhərdə tanınmış qumarbazdır. Bunları indi gətiriblər, nəcr olub işləri, cinayət işi eləyiblər. Nə eləyib? Basıblar bunları dama. Deyir, mən də indi gündə baş vururam da bunlara, başdakıdan baxıram. Belə bir şüşə qoyublar olan qapılarına ki, hərdən baxasan, görəsən, onlar nə edirlər oradan. Deyir, mən bunların ikisin bir damaç salmışdıq.
Mən gördüm bunlar qumar oynayırlar, amma heç bir şey yoxdur. İkisi otur, Allah göstərməsin, adam ki bir şey də öyrətdi. Deyir gördüm ikisi oturublar belə, bir-birinin qarşısında belə baxırlar bir-birlərinə, baxırlar yerə. Yerdə də bir qənd çay içərlər. Bunun bir qabağında, bir qəndi də onun qabağında. İkisini yaxın qoyublar. İkisi də baxır ora. Hərdən bu ona çıxadır bir 500 tümən pul verir, hərdən o buna çıxadır 500 tümən verir. Bilmirəm nə olur. Deyir nə qədər baxdım başım çıxmadı. Allah, bunlar neynirlər burada? Sonra deyir, getdim oturdum otağımda, dedim gedin onun birini gətirin bura. Gətirdilər. Dedim siz neyinirsiniz orada? Yüz salıbsız damı oturmuşuq damda. Dedim yox siz hərdən bir-birinizə pul verirsiniz. Biz ya bekarçılıq diye oynayırıq da. Dedim ne oynuyorsan? Dedi xahiş edirəm də keç üstündən. Dedim yox, əgər mənə desən mən sizə kömək eləyərəm iş üzdə. Amma deməsən işi ağırlaşdıracağam. Dedi kişi kimi? Dedim kişi kimi. Dedi bizdə heç bir şey yoxdur burada oynayaq. Biz adət eləmişik qumara. 2 dənə qəndi qoymuşuq ora, göydə bir milçək oynayır. Biz onunla şərt eləmişik. Mənim qəndimə qonanda o udur, onun qəndinə qonanda. Qənd qumar aləti deyil. Amma uduzma əgər varsa, o da olur haram. Yeməyi də haramdır, pulu da haramdır. Bu neçə oldu? 3. Bu 3 surət ki təsəvvür olunur, bunların 3'ü haram. Amma qalır bir surət. Ki o alətlə ki qumar oynuyorsan, o alət qumara aid deyil və həmi də uduzma yoxdur. Əgər belə olsa, buyurur, onda o halaldır. Onu da kim oynayar? O yerlərdə ki, alət qumar aləti deyil, amma uduzma var, onun bir iki yerdə ona icazə veriblər. O haradır? Biri atla çapasan və orada eləyə bilərsən, uduzma şərt qoyasan. Buna icazə veriblər. Qədim ox atardılar, belənsi bir kamana qoyub atardılar. İndi ola bilsin onun müasir oxları var. Elənsi bir vəziyyətdə buyurur, bunlara icazə verilir. Bunlar da insana, ölkəyə mənfəətdir bunlar. Bunlar mənfəətinə görə. Buyurur, belənsi yerlər istisna olub, ondan qalan yerlərin hamısında o 3 surətdə haramdır, o bir surətdə halaldır ki, o deyildir. Nəticə budur. Hər yerdə uduzmaq var və hər yerdə də alət var, qumar aləti, onların hamısında haramdır, o oyunun adı qumardır və oradan ələ gələn pul haramdır. Bu bir mətləb. Bu barədə hədislər. Mən bir neçə dənə təbərrük üçün hədislərdən oxuyuram. Bax, İmam Hadi əleyhissalatu vəssalam. Neçənci imamımızdır? 10. İmam Cavad əleyhissalam 9. İmam Hadi əleyhissalam 10. Həzrət buyurur, Kulləmâ qûmirə bih fəhuvəl meysir. Hər yerdə uduzmaq var, onun adına meysir deyərlər. Və kullu meysir haram. Və hər yerdə meysir var, o haramdır. Aydın. Bəqərə surəsinin 219-cu ayəsində oxuyuruq. Yəsəlunəkə ənil xəmri vəl meysir. Peyğəmbər, səndən soruşacaqlar xəmrin barəsində, meysirin barəsində. Qul fihima ismun kəbir. Denən bunların ikisi də kəbirə günahdır. Belə təsəvvür eləməsinlər ki, bizim xəbərimiz yoxdur, bunlarda mənfəət də var. Biz də bilirik. Bunlarda mənfəət var. Ola bilsin iqtisadi mənfəət ola bilsin başqa mənfəətlər ola. Və mənafi'u linnas, mənfəət var bunlarda. Və lakin
ismuhuma əkbər min nəf'ihima. Bunların günahı, ziyanı mənfəətindən çoxdur. Maidə surəsinin 90-cı ayəsində buyurur: Ya eyyuhəl-ləzīnə āmenū innəməl xəmr vəl-meysir vəl-ənsab vəl-əzlam ricsun min əməl-şeytan. Ay möminlər, 4 dənə əməldir ki, onlar şeytanın əməllərindəndir. Ricsidir, mındardır, çirkindir, onlardan çəkinin. Fəstənibuhu ləalləkum tuflihun. Onda nicat taparsınız. Nə diyor 4 dənə? Biri xəmridir, içki, ikincisi meysir, qumar, üçüncüsü ənsab. Ənsab hələ deyək bütpərəstlik. Bütpərəstlik elə belə keçək mənası. Vəl əzlam, əzlam da o da qumarın bir dürəsidir. Qumarın bir dürəsidir ki, insanlar öz şanslarını yoxlayırdılar, qabaq bir tür oyunlar var idi, onları da əzlam adına deyirdilər. Buyurur, bax, bunların hamısı haramdır. Bütpərəstlik ilə qumar ikisi bir yerdə gəlir. Bir adam ki bütpərəstdir, bir adam ki qumar oynayır, bir adam ki içki içir. Həzrət-i Riza aleyhissalamdan soruşdular ki, ağa, meysir nədir? Allah Maidə surəsində buyurur ki, İnnəməl xəmru vəl meysir. Xəmridə, meysirdə haramdır bunlar. Meysir nədir? Həzrət buyurdu, huvəl qimar. Meysir, həmən qumardır ki, siz onu bilirsiniz. Peyğəmbərdən sual elədilər bu ayə nazil olandan sonra. Dedilər, ya Rəsuləllah, qumar özü nədir? Onu bizə başa sal. Meysir nədir? Həzrət buyurdu, kulləma tuqumir bihi həttəl kiab vəl-cuz. Hətta uşaqlar ki qozunan oynayırlar, amma uduzma var onların içində, buyurur, onlara qumar deyərlər. Uşaqlar, görürsünüz, qozunan oynayardılar qədim. İndiki uşaqlar kompüterlə oynayırlar. Qədim bizim vaxtımızda qozunan, yumurta ilə oynayardılar. Buyurur, əgər bunların içərisində də udmaq var, uduzmaq var, o da qumardır. Həzrəti Əli Aleyhisselamın vaxtında deyir, bir kişi bir neçə nəfər dostları ilə oturublar, bir qoyun kəsiblər, istəyirlər ki, qoyunu yesinlər. Qoyunun yiyəsi, 5-6 adam oturublar, qoyunun yiyəsi dedi ki, söz düşdü ki, bu qoyunu yiyə bilərik, yiyə bilmərik, 5-6 adam bir qoyunu yiyə bilərik, yox. Qoyun yiyəsi dedi ki, mən şərt eləyirəm. Əgər siz 5 nəfər, 6 nəfər, bu qoyunun hamısını yediniz, mal mənimkidir, nuş olsun sizə. Amma əgər yiyə bilmədiniz, məsəl üçün, filan məbləğdə mənə pul verməlisiniz. Şərt elədi. Məsələn, indinin pulu $200, $300 mənə verin. Bu məsələni apardılar, Həzrəti Əli Aleyhisselamdan soruşdular. Dedilər, ağa, belə bir söhbət bizim gəldi, çıxdı ortalığa ki, qoyun yiyəsi dedi, əgər yediniz sizin, yiyə bilmədiniz, filan məbləğ verin mənə. Belə bir şərt elədilər. Həzrət buyurdu, yeməkdə şərt yoxdur və bu şərt batildir. O adamlar başlasınlar, qoyunu yesinlər. Nə qədər yiyə bilirlər, yesinlər, yiyə bilmədiklərinə də boyunlarına heç zət gəlmir. Onun boynuna heç zət gəlmir. Yəni, hətta buracan, əgər udmaq var, utuzmaq var, buyurur, onda haramdır. Hədislərdə var, buyurur, əgər o məclisdə ki, qumar oynayırlar, oturasan, haramdır. Oturub baxasan, baxmağın haramdır. Mən hədislərini oxumuram bunların, hədisləri var bunların. Buyurur, o məclisdən nəhyəz münkər mənasında çıxmağın vacibdir. Durasan, o məclisi tərk eləyəsən. Buyurur, qumar oynayan adama salam verməyin haramdır. Salam verməyin nə qədər savabı var? Peyğəmbər hamıya salam verirdi. Çalışırdılar ki, bir dəfə Peyğəmbərə cəmaat çalışırdı ki, salam versin.
Görürdülər, nə qədər bunlar çalışır, Həzrət onlardan qabaq salam verir. Salamın barəsində də nə qədər hədislər var. Amma buyurur, qumar oynayana yox. Sən girirsən, görürsən biri qumar oynayır, ona salam lazımdır. Buyurur, birinə öyrədəsən, haramdır. Bəd buyurur ki, onu saxlamaq, o alətləri evdə saxlamaq haramdır. O alətləri almaq, satmaq haramdır. Və hədisin axırında buyurur, o məclisdə ki, qumar oynanır, ora Allahın qəzəbi nazil olacaq və əgər də qəzəb nazil oldu, onda da ayrı seçkinlik yoxdur. Elə oradakıların hamısına nazil olacaq. Oynayana da, oynamayana da. Ona görə də İmam Sadiq əleyhissalam oruçluq ayında buyurdu ki, Allah oruçluq ayında hamını bağışlayır, amma bir iddədən, bir neçə iddədən başqa. Onları saydı, buyurdu, biri də qumar oynayan adamlardır. O adamlar ki, qumarbazdılar. Qumarla məşğuldular, buyurur, Allah onları bağışlamır. Və bəzi kitablarımızda yazıblar ki, əgər bir adam indi keçir, bazardan, tükandan, kimin evində gözü düşür qumarın alətinə. Gözü düşür, buyurur bu adam müstəhəbbidir ki, İmam Hüseyn əleyhissalama salam versin. Bilmirəm, siz eşidibsiniz, bəlkə də eşitməmsiniz. Deyir ki, əgər gözün istəmədən, bilmədən düşür qumar alətinə, buyurur onda İmam Hüseyn əleyhissalama salam ver, Yəzidə lənət oxu. Nəyə görə? Çünki İmam Rıza əleyhissalam buyurdu ki, elə ki, yaralı başları gətirdilər, Şamə daxil elədilər. İmam Hüseyn əleyhissalamın mübarək yaralı başını qoymuşdular teştin içində. Gətirdilər, Yəzidin otağında qoymuşdular. Yəzid buyurdu, əmr verdi, süfra açıldı. Gətirdilər, süfrada yeməklər düzdülər və həm də haram içməklərdən də düzdülər. Onlar yiyəndən sonra başladılar, qumar oynadılar. Hər yerdə də Yəzid udurdu, udandan sonra götürürdü, içkidən içirdi, qalanın da teşdə tərəf atırdı. Ondan sonra da Peyğəmbərin adın dilinə gətirirdi, İmam Hüseyn əleyhissalamın adın dilinə gətirirdi və hörmətsizlik eləyirdi. Ona görə buyurur ki, o adamlar ki, Əhl-i Beyti sevirlər, onlar heç vaxt bilərəkdən gedib nə qumar oynamazlar, nə də içki içməzlər. Əgər Yəzid kimin adamlar belə bir iş görüblər, onda kim gedər Yəzidə qoşula ki, belə iş görsün? Buyurur, bax, əgər gözün də düşür, bu səbəbə görə onda yaxşıdır ki, sən İmam Hüseyn əleyhissalama bir salam ver. Yəzidə onda sən bir lənət elə. Ondan da sonra başlayır qumarın ziyanlarından. Ki onu da siz də bilirsiniz, onun ictimai ziyanları nə qədərdir, cinayətdə nə qədər təsiri var. Mən onları oxumuram siz üçün, siz onları qazetlərdə də oxuyursunuz, siz onları kitablarda da oxuyursunuz. Görürsünüz ki, dünyanın bütün ölkələrində nə qədər bu barədə yazıblar və o insanlar ki, qumar oynayırlar, onların əlindən nə qədər cinayət baş verir və həm də insanları tənbəl tərbiyyət edir. İctimai insanların ictimada əyyaş tərbiyyət edir və həm də Allahın zikrindən insanı saxlayır. Hədislərdə var ki, kulləmə əlhə ən zikrillah fəhvəl meysir. Hər şey insanı Allahın zikrindən saxlaşdırır, onda o qumardır. Ona yaxın getmiyor. Və İmam Sadiq əleyhissalam təkidən buyurdu, əgər bir adamın əlinə qumardan pul gəlir, o haramdır.
Getdilər, soruşdular, ağa, uşaqlar yumurta oynuyorlar, o necə? Buyurdu, o da haramdır. Və o yoldan əgər uduzma var, o da haramdır. Həzrət özü də bir dəfə başına gəldi. Mən demişəm bu hədisi sizə. Həzrət özü də bunu bir dəfə başına gəldi. Evdə qulluqçu var idi, ona pul verdi, dedi, get, məsəl üçün 5 dənə yumurta al gətir. O da getdi, yumurtanı aldı, gələndə gördü yumurta oynuyorlar. Bu da qoşuldu onlara. Təzə gəlmişmiş də, məlum olan hələ bilmirmiş belə şeyləri. Başladı yumurta oynadı, 5 dənə də yumurta utdu, gəldi evə, yumurtanı pişirdi, gətirdi, ağa yedi, ağa yiyəndən sonra gətirdi, yumurtanın pulunu verdi ağaya. Ağa dedi, yumurta aldın, pulu da gətirdin. Dedi, ağa, mən getdim, yumurtanı aldım, gələndə gördüm, oynuyorlar, mən də qoşuldum onlara. 5 dənə də utdum, o utduqlarımı gətirdim, verdim sənə, 5 dənə də ki özüm almışdım, onu da satdım, o da sənin pulun. Ağa baxdı, durdu ayağa, getdi, əlin saldı boğazına, nə yemişdi onların hamısını, qaytardı, töhdü yerə, ondan sonra onu başa saldı. Başa saldı ki, yox, bax, bu olmaz, bu haramdır. Buyurur, həm qumarın özü haramdır, həm qumar yolundan nə ələ gəlsə, o haramdır və həm də onların yeməyi insanlara haramdır və insanın ruhunda, mənəviyyətində, namazında, ibadətində mənfi təsir qoyur. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil ə'zəm əl-əzzil əcəllil əkrəm və bil Hüseyni ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. İlahi əllərimizi naumid qaytarma. İlahi dualarımızı müstəcab elə. İlahi hacətlərimizi rəva elə. Aqibətimizi xətmə və xeyr elə. Günahlarımıza qələmi əfvi çək. Ölənlərimizi qəriq rəhmət elə. Allah bizi namaz qılmayanlardan eləmə. Allah bizi şeytan şərrindən, nəfs-i əmmare şərrindən hifz elə. Pərverdigara bizi axir saətimizə kimin şeytana, nəfsə giriftar eləmə. Pərverdigara hacəti olanların hacətin rəva elə. Allah bizi bağışlamamış qəbrə aparma. Kərbəlai eləməmiş öldürmə. Qəbrimizin əvvəl gecəsində nur-i vilayətdən ayrı salma. Xalis olan salamlarımızı imam-ı zamanımıza çatdır ginan. Mübarək olan qəlbin hamılarımızdan razı elə. Və haqqı Muhammedin ve alih ve bihakki suretil mübareketil Fatihati ma'as salavat. Allahümme salli